Deməli, qardaşlar, Şeyx Abdülmuhsin Əl-Abbad Hafizəhullah bu hədisin şərhində buyurur ki, birincisi, mən adəli vəliyyən fəqad əzəntuhu bil harb. Burada Allah Azə və Cəllə buyurur ki, kim mənim vəli quluma düşmənçilik eləyərsə, mən ona hərb elan etdim. Burada düşmənçilik deyəndə, düşmənçiliyə aparan hər bir şey buraya daxil. Nifrət etmək, sevməmək, onu əziyyət vermək, böhtan atmaq, şər atmaq və s. Bunlar hamısı nədir? Düşmənçiliyə daxil. Yəni, düşmənçilik sayıla biləcək hər bir şey buraya daxildir. Bu deyir, hədis Peyğəmbər sallallahu aleyhi və səlləmin öz Rəbbindən rəvayət etdiyi qudsi hədislərdəndir. Yəni, bundan öncəki hədislərin içərisində də qudsi hədislər var idi və bu da qudsi hədisdir. Qudsi hədis də, keçən dərsdə də dedik ki, tərifi nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin öz Rəbbindən rəvayət etdiyidir. Ləfsi də, mənası da Allahdandır. Buyurur ki, Şeyx Abdülmuhsin Əl-Abbad Hafizəhullah və əvliyaullahi azza və cəllə humul mu'minunəl muttəqun. Allah azza və cəllə deyir, övliyaları, vəli qulları müttəqi möminlərdir. Övliyalar deyəndə kim nəzər tutulur? Müttəqi möminlər, təqva əhli möminlər. Kəmə qalə Teala, necə ki Allah azza və cəllə buyurur ki, ələ innə əvliyəullahi la xavfun aleyhim və la hum yahzanun əlləzinə əmənu və kənu yettəqun. Bilin ki, Allahın dostları üçün, övliyalar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Hansılar ki, iman gətiriblər və təqva əhli olublar. İman gətiriblər və təqva üzərədirlər. Allaha qarşı təqvalıdırlar. Yunus surəsi 62-ci və 63-cü ayələr. Baxın, qardaşlar, bu ayə əslində bizə övliyaların kim olduğunu bildirir. Övliyanın bir növ nədir? Tərifidir. Kimdir övliya? Bilin ki, deyir. Ələ, bilin ki, innə əvliyə Allahi, Allahın dostlarına, övliyalarına heç bir qorxu yoxdur. Lə xavfun aleyhim və ləhum yəhsən. Nə qorxu yoxdur, nə də onlar kədərlənməyəcəklər. Yaxşı, o şəxslər kimdir? O övliyalar kimdir? Əlləzinə əmənu və kənu yettəqun. O şəxslər ki, iman ediblər və təqvalıdırlar. İman əhlidirlər və təqva üzərədirlər. Övliyalar bunlardır, qardaşlar. Sonra buyurur ki, Şeyx Abdülmuhsin Əl-Abbad Hafizəhullah burada əzəntuhu bil harb, mən ona hərb elan edərəm kəlməsinə gəldikdə, yəni mən ona qarşı müharibə edəcəyimi, ona qarşı hərb edəcəyimi deyir, bildirirəm. Allah Azə və Cəllə bunu xəbər verir. Və bu da deyir, Allahın övliyalarına qarşı düşmənçilik edənin, onlara hər hansı bir pislik edənin böyük bir təhlükə altında olduğunu göstərir. Böyük təhlükə altındadır. Allahın övliya quluna, Allahın mömin qullarına, övliya dedikdə burada qardaşlar kimlərdir? Allahın salih bəndələrinə, möminlərə, təqva əhlinə qarşı düşmənçilik eləmək, onları sevməmək, onlara əziyyət vermək, nifrət etmək və s. olmayan şeyləri onların adına yaxmaq. Bunlar nədir? Allahın hərb elan edəcəyi əməllərdir, yəni. Əgər sən bu əməlləri etsən, Allahın vəli qullarına, Allahın mömin qullarına, Allah Azə və Cəllə o şəxslərə qarşı hərb elan etdiyini bildirir. Və həmçinin bu böyük günahlardan olmağına bunu dəlalət edir. Yəni, Allahın vəli qullarına, Allahın mömin qullarına, müttəqi qullarına düşmənçilik etmək, onlara əziyyət vermək, düşmənçiliyə səbəb olan hər bir şey nədir? Əməl böyük günahlardan hesab olunur. Böyük günahlardan hesab olunur. Təsəvvür edin, qardaşlar, Allahın hərb elan etdiyi və bu dünya içindəkilər, hətta bütün kainat, galaktikalar, bütün gördüyümüz hər bir şey və bildiyimiz, bilmədiyimiz bütün məxluqat Allah Subhanahu wa Ta'ala'nın idarəsi altındadır. Və bu məxluqatın içərisindən hər hansı birinə Allah Azza və Cəllə hərb elan edərsə, ona qarşı hərb elan edərsə, onun salamat qalma ehtimalı varmı? Onun bir xoşbəxt olma, onun müvəffəqiyyət qazanma imkanı varmı? Yox. Əgər Allah Azza və Cəllə bir şəxsə hərb elan edərsə, Allah Azza və Cəllə bir kəsə artıq qəzəblənərsə, onun bu dünyada da, axirətdə də nicat tapması nədir? Müşkil məsələ, çətin bir məsələdir. Tövbə edər, Allaha dönər, bağışlanma dilər, o başqa məsələ. Amma o halında möminlərə qarşı, salih bəndələrə qarşı düşmənçilik edənlərin halı çox təhlükəlidir. Bu dünyada da, axirətdə də.